Həqiqətən xroniki ağrıdan necəsə ki, insanlar o qədər saysız miqdardadır ki, bəzən düşünürsən ki, kaş ki, hamıya eyni vaxtda qısa bir zamanda kömək elə biləydim. Xroniki ağrıların həqiqətən artıq bir xəstəlikdir. Bu bizim qoruyucu mexanizmamızdır. Alqoloji praktikamızda ən çox ağrı kəsici məqsədlə olunan prosedurlar içərisində sırf onkoloji ağrıların götürülməsi istiqamətdə olan prosedurlarımızdır. Hansı ki, ola bilər onkologiya onurğada olsun, ola bilər ağciyərlərdə olsun, daxili orqanlarda olsun, fərq etməz, kiçik saran orqanlarında olsun, sümüklərdə olsun, fərq etməz. Hər nahiyədə olan, istər metastatik, istər ilkin olan prosedurlarla bağlı, ilkin olan onkoloji xəstəliklə bağlı fərqli blokada üsullarımız var. Yəni, onkoloji ağrılardan da qorxmayın, əzizlərim. Yəni, varsa buyurun, gəlin, sevə-sevə bu ağrılardan azad edərək sizi. Çünki onkoloji xəstəliyin ağrısı yanaşı gedən xəstənin aldığı medikamentoz, ximioterapiya, şioterapiyasında da bir maneçilik törədir. Nədən? Çünki ağrı sindromu özü həmin şiş olan toxumanın damarlarını da spazm verir və yəqin ki, İndira xanım da buna mən razılaşır. Yəni, aldığı ximioterapiyli dərmanların o orqana gedib çatması çətinləşir. Bizim ağrı kəsici prosedurlarımız isə ağrı aradan qalxdığı üçün damarlar, qanlanma da bərpa olunur və aldığı hər dərman preparatı doğru şəkildə şiş toxumasına çatır.